Bölgələrdə heyvanlar arasında yayıla biləcək yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə vaksinləmə işləri aparılır. Kürdəmirdə də artıq bir neçə gündür vaksinasiya işlərinə start verilib. Kürdəmirdə bir neçə gündür ki, iri buynuzlu heyvanlar arasında bir çox xəstəliklərə qarşı vaksinasiya işlərinə başlanılıb. Sahə baytar həkimləri fərdi təsərrüfatları gəzərək inəklərdən əvvəlcə qan nümunələri alır, daha sonra qara yara xəstəliyinə qarşı vaksinlər vurulur. Vaxtı-vaxtında olduğu üçün, iynə dərmanla təmin olduğu üçün heç bir xəstəliyə yoxucu bəlkə də rast gələrik, yəni hələ ki rast gəlməmiş. İri buynuzlularla yanaşı atlara da qara yara və digər xəstəliklərə qarşı, itlərə isə quduzluğa qarşı vaksinasiya işləri aparılır. Əsasən də vaksinasiya işləri rayonda iri buynuzlu heyvanların daha çox saxlanıldığı kəndlərdə aparılır. Fersilyoz olur, belə xəstəliklər olur. Onu da indi apardılar laboratoriya. Laboratoriyadan cavabını alandan sonra məlumat verəcəklər, xəstəni içindən çıxardacağıq. Olacaq sağlam. Rayon Baytarlıq Xidmətindən verilən məlumata görə hal-hazırda ümumilikdə rayon ərazisində 47 min baş iri buynuzlu heyvan var ki, bunlardan təqribən 6 min başına qara yara vaksinləri vurulub. Müayinə üçün qan nümunəsi götürülüb, laboratoriyalara təhvil verilir ki, bu da növbəti cüsləşmə dövrünə qoşların tam sağlam vəziyyətdə olmasını təmin edək. Ötən il rayon ərazisində olan iri buynuzlu heyvanlardan 45.700 baş iri buynuzlu, 65 mindən çox xırda buynuzlu heyvana və 400 baş tək dırnaqlıya vaksinlər vurulub. Fərqanə Səfər, Rəşad Rəşidov, Pünhan Azərsoy, Space, Kürdəmir.